Əbədiyyət səfəri üçün heç tədarük görmürsən. Heç o barədə düşünmürsən ki, orada səndən nə istəyəcəklər, nə soruşacaqlar. Havaya görə şimal bölgesini gedəndə papardan geyimdən özümüzə götürürük. Soğuk olar. 2 saatdir mesafedir. Ölkə değişmirik. Ama sen dünya değişirsən. Bu dünyadan o dünyaya, ama hiç fərqinə varmırsan ki, bir gün bu etdiklərinin səndən sorğu sualı olacaq. Gər cahanda şah olasan, ya gedar bir günüsü getməlisən bu cahandan, zəhmət-i bica nədir? Gər 1000 il ömrün ola, dünya vəfa etməz sənə. 1000 ildə yaşasın əzizim, bir gün öləcəksən. Sen ölümü yadından çıkarsan da emin ol ki ölüm seni yadından çıkarmaz. Ama çalışalım o belli bir gün için kimin günah üstə, kimin savab üstə gedəcəyi heç kimə belli değil. Çalış, tövbəkar ol. Allah'a güzel əməl edərək onun həqiqi qullarından ol.